Bakıda 2000-ci il təvəllüdlü Yevlax rayon sakini Əmrah şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Vahidə xəsarət yetirib. Hadisə 2023-cü ilin martın 22-sində baş verib. 25 yaşlı Əmrah həmin gün gecə saat 1 radələrində İlahənin yaşadığı ünvanda olarkən tanışı Vahid ilə mübahisə edib. Aralarında yaranmış sözlü mübahisə zamanı Vahidin onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qisas almaq niyyəti ilə qəsdən yumruqla onun sifət nahiyəsindən zərbə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 126.1 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, hadisə baş verməzdən bir ay əvvəl İlahə adlı qadınla tanış olub, İlahə ilə təxminən bir ay sevgili olmuşam. 2023-cü ilin martın 21-də zəng edərək görüşmək istədiyini bildirdi. Mən də İlahə ilə razılaşdım. İlahə mənə Zamiq adlı şəxsin evinə gəlməyimi bildirdi. Mən həmin ünvana getdim. İlahə aşağı düşərək məni qarşıladı və birlikdə həmin evə qalxdıq. Evdə bizdən başqa digər şəxslər də olub. Bir müddət sonra qadınlar getdi. Evdə mən, İlahə, Vahid və başqa 3 nəfər qaldıq deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra İlahəyə getmək istədiyini deyib. İlahə biraz da oturmağımızı bildirdi. Daha sonra Vahid qardaşımın narkotik vasitə təşkil edə biləcəyini dedi. Mənə narkotik vasitə gətirməli olduğumu bildirdi. Əks halda mənim üçün yaxşı olmayacağını dedi. Mən də evi tərk etmək istədim. Vahid qapının qarşısında dayanaraq getməyə imkan vermədi. Mən isə səbir edə bilmədim. Vahidin sifətindən yumruq zərbəsi vurdum. Sonra da qaçaraq həmin mənzildən uzaqlaşdım. İlahə ilə birlikdə narkotik vasitədən istifadə etməmişəm. Onu qardaşım vasitəsilə tanımışam. Otaqda olan digər şəxslər 35-40 yaşlarında kişi cinsindən olan şəxslər olub. Həmin şəxslərdən biri sakitcə mənə səni zibilə salacaqlar, buradan qaç get desə də onun sözlərini başa düşmədim. Nə demək istədiyini soruşdum. Vahid qapının qarşısında, digər şəxslər isə sağımda və solumda dayanıblar deyə o ifadəsində göstərib. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əmrah 3 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa Abşeron rayonunda 1988-ci il təvəllüdlü Abbas ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı sevgi münasibətində olduğu tanışı Əsmərə xəsarət yetirib. Hadisə ötən ilin iyunun 11-də rayonun Masazır qəsəbəsi Cantəpə yaşayış massivində baş verib. Abbas həmin yerdə yerləşən fərdi yaşayış evində təmir işləri apararkən əvvəl birgə təmir işləri ilə bağlı iş birliyində, habelə qeyri-rəsmi ər-arvad münasibətlərində olmuş tanışı Əsməri həmin ünvana çağırıb, ona həmin ünvanda apardığı təmir işləri ilə bağlı yardımcı olmasını xahiş edib. Əsmər isə buna etiraz edərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə ediblər. Mübahisə əsnasında o zərər çəkmiş şəxsin üzərinə hücum edib, qəsdən yumruqla onun sifət, sol çiyin və qol nahiyələrinə ardıcıl zərbələr vurub. Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Əsməri 2-3 ildir tanıyır, əvvəllər münasibətləri normal olub. Mən və Əsmər hər ikimiz ev təmiri ilə məşğul oluruq. İyunun 11-də Əsmərə zəng edərək ona Masazır qəsəbəsi Cantəpə məhəlləsi deyilən ərazidə ev təmir etdiyimi, mənə kömək etmək lazım olduğunu bildirdim. Ona həmin ünvana çağırdım. Bundan başqa təxminən saat 19 radələrində Əsmər həmin ünvana çatdı. Orada olan zaman Əsmərdən mənimlə birlikdə işləməyi və iş təhvil verməyi tələb etdim. Əsmər etiraz etdikdə isə aramızda mübahisə yarandı.
Həmin mübahisə zamanı Əsmər heç bir səbəb olmadan aboy kəsmək üçün istifadə olunan kiçik alətlə sol qolundan kəsərək özü-özünə xəsarət yetirdi. Bu zaman onu sakitləşdirdim, ardınca əsəbləşərək yumruqla onun sağ göz, sol çiyin və qol nahiyələrindən vuraraq ona xəsarət yetirdim. Sonra isə Əsmər oradan getdi, deyə təqsirləndirilən şəxs ifadəsində göstərir. Bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıb. Həmçinin zərər çəkən qeyri-rəsmi münasibətdə olan kişini bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü deyib. Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib. Bundan əlavə Abşeron rayonunda 1982-ci il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu İlhaməyə xəsarət yetirib. Hadisə bu ilin fevralın 21-də Xırdalan şəhərində yerləşən Abşeron Gənclər şəhərciyində baş verib. Aqil İlhamə ilə bircə yaşadıkları evdə mübahisələri olub. Cütlüyün arasında mübahisənin yaranmasına səbəb isə Aqilin mobil telefonla başqa bir qadınla ünsiyyət saxlamasını qadın görüb və qısqanclıq zəminində ona irad bildirib. Bu zaman Aqil qeyri-rəsmi ər-arvad münasibətində olduğu İlhamə ilə aralarında həmin səbəbdən mübahisə edib, narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbləşən Aqil onun barmağını sıxaraq qırıb. Hadisəni törədən Aqilin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, barəsində şikayət edən zərər çəkmiş şəxs ilə təxminən bir il olar qeyri-rəsmi nikah münasibətləri var. İlk zamanlar İlhamə ilə münasibətlərimiz yaxşı olsa da, lakin son zamanlar məni qısqandığı üçün aramızda sözlə mübahisələrimiz yarandı. Fevralın 21-də gecə saatlarında İlhamə ilə birlikdə yaşadığımız mənzildə olarkən telefonunda başqa qadınla yazışmamı gördü. Buna görə də aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək İlhamənin sağ əlindən tutaraq qəsdən baş barmağını sıxdım, ona xəsarət yetirdim. Bundan sonra İlhamənin ağrıdığını gördüm. Dərhal onu Respublika xəstəxanasına apardım. Orada ilkin tibbi yardım edildikdən sonra yaşadığı evə buraxıldı, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıb. Həmçinin zərər çəkən qeyri-rəsmi münasibətdə olan kişini bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü deyib. Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib.